Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Yenə də 7-si iyunda biz başqa hansı suallarla qarşılaşa bilərik, onlara toxunum. Mən bugün izah edirəm alkinləri, alkinlərdən nələri görə bilərsiniz. Ümumi formul birinci qruplar üçün düşə bilərsin, H2N-2 formuluna malikdir. Deməli, bir ədəd 3 qat rabitəsi var. Həmin 3 qat rabitə ətrafında olan 2 dənə karbon sp, yerdə qalan bütün karbonlar isə sp3 hibrid halındadır. Qeyri-hibrid orbitalları, hibrid orbitalları bunları əzbər bilsəniz daha yaxşı olar. Hibrid orbitalları 4n-4-dür. Yəni orada hər karbondan 2 dənə p orbitalı hibridləşmədə iştirak eləməyibdir. Artıq qeyri-hibrid sayılır. Qeyri-hibrid orbitalları isə 2n+2-dir. Yəni bu açıq quruluşlu doymuş-doymamış fərqi yoxdur. Bütün karbohidrogenlərə aiddir. Alkinlərin əsasən sənayedə alınma üsullarına diqqətli olun. Kalsium karbidin su ilə reaksiyasından bu oksidləşmə reduksiya sayılmır. Metanın 1500 Selsidə parçalanma reaksiyasından. Burada yaxşı olar ki, molları əzbər bilərsiniz. Bilməyiniz lazımdır. Məsələn, 1 mol metan 1,5 mol hidrogen ayırır, 0,5 mol asetilin ayırır. Birinci nümayəndəsi asetilindir, digər adı etindir. Deməli, sinfarası izomerləri alkadienlərdir. Orada da 2 dənə pi rabitəsi var. Sadəcə alkinlərdən fərqli olaraq alkadienlərdə pi rabitələri fərqli karbonlar arasında yerləşir. Ancaq alkinlərdə eyni karbonlar arasında yerləşir. Daha sonra dihalogeni törəmələri ən çox burada səhv eləyirsiniz. Dihalogeni törəmələrinə qələvinin spirtdə məhlul ilə təsir etdikdə siz orada alkin alırsınız. Ancaq monohalogeni törəmələrdə qələvinin spirtdə məhlul ilə təsir etdikdə isə alken alırsınız. Mütləq bu fərqləri bilmək lazımdır. Alkinlərdə homoloji sıranın başlaması üçün minimum 2 karbonunuz olmalıdır. Ona görə homoloji sıra n bərabərdir 2-dən başlayır. Yəni 2-dən az olarsa biz alkin homoloji sırası yarada bilmirik. Daha sonra mütləq burada Kucherov reaksiyasını mütləq ki görəcəksiniz. Kucherov reaksiyasında C2 müsbət dozu katalizatoru ilə gedir. Ona görə də C2 müsbət dozunu mütləq əzbər bilin ki, artıq bu katalizator iştirak edirsə Kucherov reaksiyasıdır. Birləşmə reaksiyasıdır. Molyar kütlə 18 qram artır. Daha sonra alkinlərdə birinci nümayəndə, yəni asetilin hidratlaşanda aldehid alınır. Qalan nümayəndələrdən isə keton alınır. Mütləq bunları bilməyiniz lazımdır. Daha sonra bir də əvəz etmə reaksiyalarına daxil olur alkinlər. Digər